Məlum olduğu kimi qlobal iqtisadi qeyri-sabitlik və artan inflyasiya təzyiqləri fonunda investorların qızıla marağı sürətlə artmaqdadır. Yanavaz.com xəbər verir ki, qızıla marağın artması insanlar arasında yer kürəsində qızıl ehtiyatları tükənə bilərmi sualını ortaya çıxarıb. Qeyd edək ki, geoloji tədqiqatların son məlumatına görə yer qabığında mövcud qızıl ehtiyatlarının həcmi təxminən 57 min ton təşkil edir. Ekspertlər bildirirlər ki, mövcud hasilat tempi saxlanılarsa, bu ehtiyatlar yalnız növbəti 15-20 illik üçün kifayət edə bilər. Analitiklərin fikrincə, dünya artıq pik mədənçilik mərhələsinə yaxınlaşır. Bu mərhələdə yeni qızıl yataqlarının kəşfi getdikcə daha nadir hallarda baş verir. Mövcud mədənlərdən metalın çıxarılması isə daha böyük maliyyə və texnoloji resurslar tələb edir. Nəticədə mütəxəssislər ucuz qızıl dövrünün başa çatdığını qeyd edirlər. Hər əlavə kiloqram qızılın hasilatı əvvəlkindən daha baha başa gəlir. Bununla belə ekspertlər qızılın tam yoxa çıxacağı barədə narahatlıqları şişirdilmiş hesab edir. Təxminlərə görə bəşəriyyət indiyədək təxminən 200 min ton qızıl hasil edib və bu metalın böyük hissəsi hələ də dövriyyədədir. Qızılın kimyəvi cəhətdən məhv edilməsi çox çətin olduğundan o əsasən zərgərlik məmulatları, dövlət ehtiyatları və investisiya aktivləri kimi saxlanılır. Mütəxəssislər hesab edir ki, qızılın fiziki olaraq yox olması ehtimalı azdır. Lakin hasilatın getdikcə bahalaşması və yeni yataqların az tapılması səbəbindən qiymətli metalın qiymətində uzunmüddətli artım tendensiyası qaçılmaz görünür. Bu isə qızılı investorlar üçün gələcəkdə daha da strateji aktivə çevirə bilər.